kişilərdə, gənclərdə və orta yaşlı kişilərdə ereksiya vaxtı və ya cinsi oyanma vaxtı, penisin, yəni cinsi orqanın sərtləşən vaxtı kanalda ifrazatın gəlməsi və ya kanalın şirələnməsi halı ən çox insanları narahat edən suallardan biridir. Bu şirənin mənbəyi və səbəbləri adətən maraqlandırır. Biləsiniz ki, əziz dostlar, kanaldan cinsi əlaqədən öncə sərtləşən vaxtı, oyanma vaxtı şirənin ifrazı adlanır predeyakulyat. Yəni eyakulyasiyadan öncə gələn şirə ifrazı. Bu şirənin mənbəyi cinsi sistemdə olan bulbo-uretral vəzlərin ritmik yığılması və ya onun qanla dolması nəticəsində şirə ifrazını artırması və prostat vəzninin əzələlərin hərəkəti nəticəsində əmələ gələn şirələrin qarışığıdır. Yəni, adətən bu şirənin gəlməsi təbii fizioloji aktdır. Bəzi insanlarda bu şirə heç vaxt olmaya bilər bir ömür boyu, bəzi insanlarda sonradan əmələ gələ bilər, bəzi insanlarda 1 millilitrdən, bir damcıdan, hətta bir neçə millilitrə qədər ola bilər. Bu şirənin adətən funksiyası kanalın turş mühitdən neytrallaşdırmaq və sperma hüceyrələrinin sağlam olaraq qadın cinsi orqanına çatmasını təmin eləməkdir və sperm hüceyrələrini, çoxalma hüceyrələrini qorumaqdır. Amma adətən suallardan biri odur ki, kimdəsə bu şirənin olmaması patoloji və ya problemli haldır. Xeyr, bu şirə ola da bilər, çox az da ola bilər, çox da ola bilər. Amma son dövrlər əgər şirə ifrazı artıbsa, şirə ifrazı zamanı kanalda yanğı, göynəmə, yandırma hissi varsa, şirənin rəngində dəyişikliyi hiss edirsinizsə və şirənin qoxusunda dəyişikliyi hiss edirsinizsə, əgər pis qoxuludursa, bu onu göstərir ki, kişi cinsi sistemində, kanalda hər hansı bir iltihabi infeksiyon proses gedir. Ona görə də bu vəziyyətdə, hətta qoxu hiss eləmədiyiniz, hər şeyin normala uyğun gəldiyi vəziyyətdə belə, əgər bir balaca şübhə və narahatçılıqlar varsa, bu vəziyyətdə oradakı problemləri dəqiqləşdirməyin yeganə yolu müəyyən analizlərdən və testlərdən keçməkdir. Və nəticədə biz biləcəyik ki, həmin cinsi sistemdə iltihab prosesi var, yoxsa yox. Əziz dostlar, bir də kişiləri və gəncləri maraqlandıran ən çox suallardan biri həmin kanaldakı şirənin mayalandırma və hamiləlik yaratma qabiliyyətinin olması və ya olmamasıdır. Biləsiniz ki, həmin şirə, yəni predeyakulyatın içində də hətta spermatozoid hüceyrələrinə rast gəlinir və az da olsa bu şirənin özünün də mayalandırma xüsusiyyəti, mayalandırma qabiliyyəti var. Və infeksiyon baxımdan isə həmin şirə, əgər bir kişi, bir gənc və ya orta yaşlı bir insan hər hansı bir infeksiyanın daşıyıcısıdırsa, biləsiniz ki, qarşı tərəfə həmin şirə vasitəsilə infeksiyanın keçirilmə riski qat-qat yüksəkdir və həmin şirə adətən infeksiya daşıyıcılarında konsentrasiyası yüksək miqdarda viruslarda və ya bakteriyalarda zəngin olur.